Gülçin, üzündə hansı dəyişikliklərin olmağını istəyərdin? Denən mən sənə hansı kosmetoloji prosedurlar icra edə bilərik, onu deyim. Doktor, mən istəyirəm ki, göz qapaqlarım çox aşağıdır, gözlərim biraz badamı formada görünsün və qaşlarım biraz yuxarı olsun. İlk öncə bunlar üçün sənə botoks etməliyik. Həm o qaşları qaldıracaq, həm də badamı göz halını alacaq. Mənim burnum düz baxanda qəşəng görsənir, ancaq profildən baxanda üzərində kəmər olduğunu özümdə hiss edirəm və bu məni kompleksə salır. Bunun üçün nə etməliyəm? Buruna düz forma salmaq üçün azacıq miqdarda dolğu etmək olar. Gülərkən dodaqlarımın kənarında və yanaqlarımda qırış yaranır. Bunun üçün nə lazımdır? Sənin üçün nazolabial dolğu, ağız ətrafı dolğu mütləqdir. Sizcə mənim dodaq dolğusuna ehtiyacım var? Dodaq dolğusuna yox, dodağı nəmləndirməyə ehtiyac var. Hazırda gördüyünüz kimi üzüm oval formasındadır. Mən necə edim ki, yanaq xətlərim sərt şəkildə görsənsin? Bunun üçün biz sərt çənə dolğusu və bir azcıq da yanaq dolğusu edə bilərik. Bəs siz də üzünüzdə hansı dəyişikliklərə ehtiyac var, bunları bilmək istəyirsiniz? O zaman rəsminizi göndərin və mən sizə hansı prosedurları icra edəcəyimizi deyim.